Uzun illərdir Türkiyədə fəaliyyət göstərən tanınmış Azərbaycanlı aktrisa Məlahət Abbasova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadəni şəhid ailələrindən üzr istəməyə və istefa verməyə çağırıb. Gündəm xəbər ölkə aza istinadən xəbər verir ki, buna səbəb əməkdar artist Məsmə Aslanqızının bədii rəhbər haqqında sosial şəbəkələrdə elədiyi paylaşım olub. Qeyd eləyək ki, tanınmış aktrisa, əməkdar artist 20 yanvar şəhidi Aslan Ağaverdiyevin qızı Məsmə Aslanqızı Azramanın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə görüşüb. Aktrisa bu barədə sosial şəbəkələrdə yazaraq Mehriban Ələkbərzadəni şəhidləri təhqir elədiyini bildirib. Məsmə Aslanqızı Mehriban Ələkbərzadənin az 20 yanvar var, qurtardı 20 yanvar söhbəti, 20 yanvar şəhidləri dəbdə deyil kimi sözlər işlətdiyini iddia eləyib. Azdrama rəhbəri isə Məsmə Aslanqızının dediklərini təqzib eləyib və aktrisanın ondan ev tələb elədiyini söyləyib. Xatırladaq ki, Məlahət Abbasova Türkiyədə 1001 Gecə serialındakı əsas obrazlarından biri kimi populyarlıq qazanıb. Hazırda isə Türkiyədə Əsarət adlı serialda çəkilir.